Fəthullah Bruzerdin yanında bir nəfəri tərifləyirdilər. Həmin adam da nümayəndə təyin edilmiş arası. Hərə bir şey deyir ki, bu yaxşı adamdır, təqvalı adamdır, bu belədir, belədir. Biri də dedi ki, bu 30 ildir cəmaət namazını tərk eləməyib bu adam. Eyni yerdə, həmin yerdə 30 ildir cəmaət namazı qılır və bir dəfə də olsun təxirə salmayıb cəmaət namazını. Bunu deyəndə deyir, qələmi qoydu yerə, təyin eləmədi. Hamı qaldı belə ki, niyə saxladı? Biz nə dedik ki? Buyurdu ki, bir insan 30 il ərzində bu adamın qabağına cəmaət namazından vacib bir iş çıxmayıbsa 30 il ərzində. Deməli, bu hələ əməlləri təyin edə bilmir. Bir insanın 30 il ərzində qabağına cəmaət namazından vacib bir iş çıxmayıbsa, demək, bu hələ təyin edə bilmir ki, indi mühüm iş, mühüm əməl, vəzifə olan əməl hansıdır? Bunu hələ təyin edə bilmir. Ola bilməz 30 il ərzində bir dəfə də olsa ondan vacib bir iş onun qabağına çıxmayıb. Belə bir şey ola bilməz. Əhəm mühüm var. Bəzən hadisə çıxa bilər ki, qabağa. Gərək birinci onu eləyəsən, sonra məsələn cəmaət namazı qıl.